Şeyx Hafizullah buyurur ki, zikr insanı ən uca məqamlara çatdırır. Onda saysız hesabsız faydalar var və bitib tükənməyən fəzilətlər var. Sadəcə Allahı zikr etməkdə qardaşlar. Fikir verin. Allahı zikr etməkdə görün nələr var. Və Allah Subhanahu va Taala Əhzab surəsinin 41-ci 42-ci ayələrində buyurur ki, ey iman gətirənlər, Allahı çoxlu zikr edin. Gecə də, gündüz də, yorulmadan neyin? Allah Taala'nın şəninə təriflər deyin. Baxın, zikr edənlə etməyəni kimə bənzədir? Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, Rəbbini zikr edənlə zikr etməyənin misalı ölü və dirinin misalıdır. Buyurur ki, Allahı zikr edən və bu zikirdə davamlı olan insan diri insandır. Və bu dirilik həqiqi həyat mənasında dirilikdir qardaşlar. Yəni burada insan ölübdür, meyitdir, həqiqi ölülükdən, yəni insanın nəfəsinin, ruhunun çıxmasından söhbət getmir. Və insanın ən pisi budur ki, sən sağ ikən sənin qəlbinin ölməsidir. Fikir ver. Rasulullah sallallahu aleyhi ve sellem o insanları sağ ikən ölülərə bənzədir ki, onlar Allahı zikr etmirlər, yox ha. Onlar Allahı çox zikr etmirlər, subhanallah. Deyir ki, Allahı çox zikr etməyən və aləmlərin Rəbbini yad etməyə yönəlməyən kəs ölüdür. Hətta yaşasa, sağ olsa belə. Niyə görə? Çünki o insanın qəlbində, qəlbi boşdur Allahdan. Və o insan qəlbi ölü qəlbdir.